Burada soruşur, haqqıma gələn insanları bağışlamasam icazəlidir? Yəni, haqqımı axirətə saxlayıram. Qardaşım, təbii ki, bu icazəlidir. Əsl olaraq bu icazəlidir. Problem yoxdur burada. Məsələn, kimsə sənə zülm edib, düzdür? Girib sənin haqqına zərər verib, zülm edib. Sən onu bağışlamaya bilərsən. Problem yoxdur burada. Və şək yoxdur ki, qiyamət günü bütün haqlar ödəniləcək. Heç kimin haqqı yerdə qalmayacaq qiyamət günü. O gün ədalətli bir gündür. Allah subhanahu və teala bu barədə xəbər verib. Əl-yevmə tucuzə kullu nəfsin bimə kəsəbət. Bugün bütün hər bir nəfs nə qazanıbsa hamısını görəcək. Xeyirdirsə xeyir, pisdirsə pis, zülm edibsə, kimin haqqına giribsə hamısını orada görəcəksən. Hamısı tapacaq öz yerini. Lə zulmə əl-yevm. Allah Quranda deyir, bugün zülm yoxdur. Yəni, zülm qalmayacaq. Hamısı halallaşacaqlar. Orada da halallaşma belə deyil buradakı kimi. Sən kimə zülm etmisənsə, sənin savabların veriləcək ona. Yox, əgər savabın yoxdursa, onun günahları yüklənəcək sənə. Yəni, məsələ təhlükəlidir. Ona görə heç kimə zülm etmək olmaz, zərər vermək olmaz. Qiyamət gün haqqdır və o gün haqq hesab ediləcək. İnnəllaha səri'ul hisab. Allah surətli hesaba çəkəndir, subhanallah. Ona görə qorxmaq lazımdır o gündən ki, haqqa girməyəsən. Əsl budur ki, kimsə sənə zülm edibsə, onu bağışlamaya bilərsən. Qiyamət gününə saxlaya bilərsən. O gün haqq hesab edilsin. Burada problem yoxdur. Bu əsl olaraq bu cürdür. Lakin, hansı daha yaxşıdır, Rəşad qardaş? Biri soruşsa, şək yoxdur ki, bu dünyada bağışlamaq, əfv etmək, keçmək daha yaxşıdır. Nəinki qiyamət gününə saxlamaq. Nəinki o günə saxlamaq. Bunun mükafatı, bunun savabı daha böyükdür. Çünki biz baxanda nususa görürük ki, kim bu dünyada keçirsə, əfv edirsə, bağışlayırsa, Allah da ona keçəcək, onu bağışlayacaq, onu əfv edəcək. Allah subhanahu və teala Quranda deyir, وَلْيَعْفُوا وَلْيَصْفَحُوا əfv edin, keçin. Ələ tuhibbunə ən yəğfirallahu ləkum. Məgər istəmirsiniz, Allah sizi bağışlasın. Yəni, keçmək, əfv etmək, bağışlamaq, keçilməyə, əfv edilməyə, bağışlanmağa səbəbdir. Allah bağışlayan və rəhm edəndir. Fəmən afə və asləhə fəəcruhu alallah. Quranda ayə var. Kim əfv edərsə, islah edərsə, onun əcri Allahadır. Yəni, sən bu dünyada o zülmü keçsən, əfv etsən, əcri Allahadır. Allah yanında böyük əcr, mükafat gözləyir onu. Şək yoxdur. Digər ayədə əfv etmək təqvaya daha yaxındır, deyir Allah subhanahu və teala. Əfv etmək təqvaya daha yaxındır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah bir bəndəsində əfv etməyi artırarsa, onu izzətli edər. Yəni, hansı insanda ki, əfv etmək var, o əfv edir, keçir, bağışlayır, o izzətli olan insandır. İzzətli nəfs sahibi bu dünyada keçə bilir, bağışlaya bilir. Yəni, bu təbii ki, göstərir ki, necə çətindir. Hər adama nəsib olmur bu sifət, bu izzət. Bu həqiqi mənada böyüklükdür. Böyük, şərəfli, izzətli nəfs sahibinin işidir. Kimlər ki, keçə bilir, kimlər ki, bağışlaya bilir. Deməli, xülasə cavab budur ki, sən qiyamət gününə saxlaya bilərsən, lakin keçsən daha yaxşıdır.